Salamlar, Sualım var rubrikasındayıq. Bugün yepyeni məktubda qarşınızdayım. Bu arada əgər sənin də paylaşmaq istədiyin bir şey varsa, məktub vasitəsilə mənə göndərə bilərsən. E-maili videonun altındakı yerdə paylaşacağım. Gəlin başlayaq. Salam Aygün xanım. Mənə çox maraqlıdır. Bizim arzularımız necə reallaşır? Biz onların reallaşacağına inandığımız üçün, özümüzü onlara layiq gördüyümüz üçün, yoxsa onlar öz-özlüyündə bizə qismət olacaqdır və sadəcə öz-özlüyündən reallaşır. Bəzən düşüncələrim məni elə narahat edir ki, qorxularım daha doğrusu. Birdən bunları düşündüyüm üçün reallaşar deyə ekstra bir qorxu da əlavə olunur. Narahat olduğumuz zaman narahat olacağımız şeylər daha da çox baş verir. Yəni, rahatlıq üçün çırpınanda sanki daha çox narahat edəcək şeylər baş verir. Bu sistem necə işləyir? Düşüncələriniz mənə çox maraqlıdır. Oy, bilirsiniz, ilk öncə mən sizə çox təşəkkür etmək istəyirəm məktub üçün. Bu iki qısa abzats məni illər öncəsinə apardı. Harda ki, mən oxşar bir şeylər hiss edirdim. Və bu qısa məktubda belə sizin psixoloji olaraq, inkişafınız olaraq nə yerdə olduğunuzu anlayıram. Və həqiqətən özüm də bir zamanlar oxşar hiss etdiyimə görə həqiqətən ürəyimdən keçir kömək eləmək və zaten bütün bunları elə o məqsədlə edirəm. Çünki bütün bax bu tərz düşüncələr, indi mən bir-bir açacağım bunları, bizi özümüzün yaratdığımız qəfəsin içində saxlayır və biz əsla real həyatla və real özümüzlə kontakta keçə bilmirik. Baxın, deyirsiniz ki, real arzular özünə mi reallaşır, qismət olacaqdımı, nə bilim özümüzə layiq görürük falan filan. Yəni siz də anlayıram, bizə illərdir o qədər yeridilir ki, ay sən bu lövhəni yaratdın, səndə alınmadı, çünki sən özünü nə bilim şəkilləri səhv yapışdırdın, nə bilim kvadrat kəsəcəkdən yumru yapışdırdın. Sən bu meditasiyanı elədin və sən həyata pul gəlmədi, çünki sən özünü pula layiq görmürsən. Sən nə bilim bu arzun reallaşmadı, sən manifestasiya eləmədin onu, çünki sən özünə inamın yoxdur falan filan. Sən o arzuna yəqin ki inanmırsan ya da bu sənin arzun deyil falan filan deyə belə şeylər. Yəni o qədər beynimiz yuyulub və biz bunların hamısına uyuruq. Niyə? İlk ən əsasda odur, məktubun fokusu məndə burada olacaq. Çünki insanın özünün düşüncəsi yoxdur. O hələ özü üçün şəxsi düşüncəsini və bu şeylər haqqında nə düşünür deyə anlamır, yaratmır. Məsələn, siz mənə güvənirsiniz, bir növ yazırsınız, fikrimi soruşursunuz və sizdə hələ ki özünüzdə yaslanacağınız bu mən yoxdur hansının ki düşüncəsinə siz güvənirsiniz. Yəni o gerçək özgüvən hələ ki yoxdur, amma it's okay. Yəni yoldasınız. Ona görə bir növ birlikdə gündən-günə yavaş-yavaş inkişaf edirik. Baxın, reallar həyatda arzuları, məqsədləri də bura qatacağım. Məqsədləri gerçəkləşdirən məncə yeganə şey əməkdir. Baxın, siz deyirsiniz ki, öz-özünə, bizim hamımızda fərqində olmadan o seçilmiş olmaq istəyimiz var. Eyni zamanda ki, o seçilmiş istək də o uşaqdan gəlir. Hansı ki, hələ ki, real həyata qoşulmayıb, real həyatın necə işlədiyini anlamır, hələ ki, fantaziyalardadır, illüziyalardadır. Və əgər məndə o öz-özünə necəsə alınırsa, mən özümü seçilmiş hiss edirəm. Mənə qismət olundu, mənim bəxtim gətirdi, mənim şansım elə gətirdi və məndə bu öz-özünə alındı. Fikir verin, burada heç bir yerdə əmək yoxdur. Və deyirəm də illərlə bizə o qədər yeridilir ki, sadəcə gözünü bağlı xəyal edə, gözünü bağlı manifestasiya edə, gələcək, öz-özünə reallaşacaq deyir sizə. Bax, zaten bizə də öyrədilən budur. Və biz sanki tamamilə əmək hissəsini bir növ unutmuşuq. Həqiqətən unutmuşuq. Elə oturub gözləyirik ki, bir gün göydən işıq düşəcək, mən birdən aydınlanacağam, birdən-birə öz-özümə nəsə eləcəm, öz-özümə mən birdən-birə başqa bir insan olacağam, inkişaf eləcəm, öz-özünə birdən-birə mən durub
Həmişə etmək istədiyimi eləyəcəm, amma bu elə deyil. Bir şeyləri etmək üçün insana illərlə əmək vermək tələb olunur. İllərlə. Bizim bu cür düşüncəmiz olanda ki, mən seçilmişəm, öz-özünə alınacaq, mənə qismət olunacaq, o dünyada əmək vermək belə çox bəsit bir şey kimi gəlir. Sanki belə aşağı olan belə insanların etdiyi bir şeylərdir. Çox unutmaram, halal eləsin kliyenti bir gün demişdi sessiyada ki, hə Aygün xanım deyir, haqlısınız. Mənə elə gəlir ki, hansısa o belə aşağı belə tupoy fason insanlar bir 4-5 dəfə nəyisə cəhd eləyir və onlar da alınır. 3 dəfə imtahana hazırlaşır, sonra verir. Mən onu ilk dəfədən eləməliyəm. Fikir verin necə o seçilmişliyi var. Ona görə də əmək verməkdə sehir yoxdur. Mənə qismət oldu yoxdur. Öz-özünə alındı yoxdur. Mən super gücüm var və mən istədiyimi həyatıma çəkdim də yoxdur. Burada gündəlik, adi, vermək istəmədiyin əmək var. Oxumaq var, əsəbləşmək var, hirslənmək var, öz tənbəlliyinin üzərindən daima gəlmək var ki, sən bir şeylər eləyəsən, öz məqsədini unutmayasan və özü bir növ qabağa aparasan. Amma yox, öz-özünə heç nə reallaşmır. Nə qədər də bunu bizə satmağa çalışırlar. Bunu nə qədər tez anlasanız o qədər yaxşıdır. Çünki illərinizi boşa keçirdəcəksiniz və bir gün 40 yaşınızda, 50 yaşınızda bu həqiqəti anlayanda dizinizə çox pis döyəcəksiniz bütün o boşuna getmiş illərinizə görə. İndidən istədiyiniz arzularınız üçün əmək verməyə başlasanızsa, həqiqətən istədiklərinizə öz sayənizdə sahib ola bilərsiniz. Bəli, bu sizə ilk əvvəllər maraqsız və sehirsiz kimi gələ bilər. Yəni, bunu özüm əldə edəcəmsə, onu burada neynirdim? Bir var ki, sənə bağışlayırlar, sənə verirlər. Orada başqa bir belə dəyər var. Amma yox, bu elə deyil. Ona görə nail olmaq istədiyiniz hər bir şey üçün, arzularınız, məqsədlər üçün əmək vermək lazımdır. Keçir ikinci abzatsa. Düşüncələrdən qorxmaq. Baxın, özümə notlar almışım burada. Düşüncədən qorxmaq. Həmişə mən deyəndə ki, mən qorxuram pis şeylərdən düşünmək. Onda reallaşar. Mən də həqiqətən bir məntiqli bir sual verim də. Okey, əgər mənim hər düşündüyüm şey reallaşırsa, onda niyə haqqında bütün gün düşündüyüm oğlan mənim olmur? Niyə bütün gün xəyalını qurduğum, arıqladığım bədəndə öz-özünə məndə olmur? Niyə o xəyalını qurduğum o böyük məqsədli pullar hansına ki görə mən işləmirəm, məndə almır, gəlib qucağıma düşmür? Niyə mən sadəcə pis şeylər haqda düşünürəmsə, o şeyləri həyatıma mütləq çəkəcəm? Öyle bütün gün yaxşı şeylər haqda da düşünürəm, xəyal quram, fantazi quram, niyə onlar mənim həyatıma gəlmir? Niyə illərlə insanlar manifestasiya eləyir, jurnallar yazır, nə bilim, lövhələr qurur, amma 99% insanda bu işləmir. Niyə? Çünki bu hər şey bu qədər bəsit deyil ona görə. Sizin düşüncələrinizdən qorxmağınız, o düşüncələri ləğv eləməyiniz bir növ özünüzü qorumaq strategiyanızdır. Bu cür özünüzü qorumağa çalışırsınız, həyatın kölgə adlandırdığımız kədərli tərəflərini, ağır olan tərəfləri yaşamamaqdan. Və bir növ bunu etməklə siz özünüzə hiss etməyi icazə vermirsiniz. Bu qorxular sizi dəli edir, çünki sizin içinizdə o qədər hisslər var, o qədər baş verən proseslər var, hansın ki siz körani belə eləyirsiniz, yox, ləğv ol, iptal, olmaz, bunu da düşünmək olmaz, bunu da düşünmək olmaz, bunu da düşünmək olmaz, bunu da düşünmək olmaz, bunu da eləyərəm, adam özünü dəli eləyir ki, okey, onda mən nəyi düşünmək olar, axı mən qorxuram, bu ucu artıq bu qorxular burama gəlib çıxıb, amma mən onlara ləğv elə durmuşam və fikir vermirəm, baxmıram mənimlə əslində nə baş verir. Siz özünüzlə, həqiqi özünüzlə, real özünüzlə qarşılaşmaqdan qorxursunuz. Özünüzü belə pozisiya salarsınız ki, mən indi sistem tapacam, adını da deyirsiniz, bu sistem necə işləyir. Bir sistem tapacam, taktika, struktur. Bax, bu deyir ki, bunu düşünmə, ona ləğv elə, belə elə, bunu elə və məndə nəsə alınacaq. Qınamıram sizi. İllər boyu bizə bu sistemlər satılır və satılacaq. Hal-hazırda da Instagram doludur. Hətta belə
təcrübəli sayılan, yaxşı sayılan psixoloqlar da bu sistemləri satır maalesef və ona görə insan çaşqın qalır. Deyirsən ki, bu göy ki ağlı başında qadında bunu satırsa, bu deyir ki, məndə alındısa, bu belədirsə, deməli bu 100% belədir insan düşünür. Və bu elə qalacaq nə zamana qədər ki, insan özü üçün analiz etmə bacarığını inkişaf elətdirməyəcək. Mən də olmuşam elə. O qədər sizi gözəl anlayıram. Əsəbimdən partlayırdım, başa düşmürdüm nə doğrudur, kim deyən, hansı deyən doğrudur. Ta ki bu əsəbdən irəli gələrək dedim ki, yox, mən öyrənəcəm, mən özüm üçün düşünməyi öyrənəcəm, analiz etməyi öyrənəcəm və indi mən o yazıları, o insanların paylaşımlarını görəndə otosamandan çox asan ayıra bilirəm. Bilirsiniz, yenə də qayıdım şeyə, sizdə elə bil ki, fərqində deyilsiniz, amma bunu biraz müşahidə edin özünüzdə. Sizdə bu şey var, mənim super gücüm var, istədiyim şeyləri həyatda eləməyə və ya ləğv eləməyə. Məsələn, əgər mən istəyirəmsə, xəyal gücümlə, fikir gücümlə istədiyim şeyləri gətirirəm. Mənim xəyal gücüm həyatda istədiyimi çəkmək o qədər güclüdür ki, mən hətta fikirlərimdən qorxacaq dərəcəyə gəlmişəm. Budur sizdə. Ki, məndə sanki bu güc var. Bunun fərqində olmadan eləyirik biz çox zaman ki, bunu eləmək bacarığı var məndə. Ona görə dəli kimi ləğv eləyirik ki, mən əminəm axı, məndə bu bacarıq var. Deyirlər ki, bu var, mümkündür. Ona görə mən bunu necə ləğv edeyim, necə durdurum ki, bütün düşündüklərim mənim həyatımda baş verməsin. Sonra deyirsiniz ki, rahatlıq üçün çırpınanda sanki daha çox narahatçılıq yaşadan şeylər baş verir. Burada da fərqində olmadığınız siz nədir? Siz ideal həyata, ideal özünüzə çatmağa çalışırsınız. Ona görə burada tez hər şeyi həll edib, ora getməyə istəyirsiniz. Həll edərkən də bir şey çıxır, o bir şey çıxır, o bir şey çıxır və bu sizi dəli edir ki, mən bunu hansını həll edeyim, necə edeyim də narahatçılıq artır. Çünki bir şey həll edəndə görürsən, içindən başqa şeylər çıxmağa başlayır. Öz hisslərinlə toqquşursan, daxili proseslərlə toqquşursan və görürsən ki, kaş elə mən buna toxunmazdım. Elə mən buna baxmayanda, fikir verməyəndə, belə donmuş, qalmış yerimdə oturanda daha az narahat idim. Nəinki bunları həll edib o rahatçılığıma çıxmağa çalışanda. Mən sizə bir sir açım, rahatçılıq yoxdur. Əgər siz normal, real insansınızsa, siz ömrünüz boyu ölənə qədər bəlli bir narahatçılıq yaşayacaqsınız və bu normaldır. Çünki inkişaf edən insan, bir yerdə durmayan insan, donub qalıb belə həyatın belə ölümü gözləməyən ya da hansısa o ideal həyatı gəlişini gözləyən insan bilir ki, həyatla ayaqlaşmağa məcburdur və ayaqlaşaraq daima narahatçılıqlar olacaq və insan özünü yetərsiz hiss edəcək və o proseslərin üzərindən keçməyə məcbursan. Siz isə o ideal həyatın arxasıca gedirsiniz deyə sizi dəli edir, narahat edir bütün bu qalxan içinizdəki proseslər. Çünki onlar sizi o ideallara özünüzə və ideal həyata çatmağa mane olur. Başqa baxım. Yəni, bütün bax bu qorxular, narahatçılıqlar hansı ki çıxır və deyirsiniz ki, baxın, narahat olduğum zaman daha çox şeyim artır, bu düşündüklərim reallaşar deyə qorxum artır. Bunlar hamısı sizdə var, çünki siz dəhşət qorxursunuz real özünüzü və real həyatınızı yaratmamağa. Ki, mən hansı sistemlə uyğunlaşım, hansı düsturlara uyğun yaşayayım ki, mənim istədiyim olsun, istədiyim yerə gəlim çıxım. Və bu sizi dəli edir və mən sizi çox gözəl anlayıram. Bu cür yaşam mümkünsüzdür. Yəni, siz bu yaşamla, bu tərz düşüncə ilə heç bir zaman rahatlığa çıxa bilməyəcəksiniz. Çünki sizin hissləriniz, daxili prosesləriniz heç bir yerə getməyəcək. Onlar bir növ it havlar kimi həmişə dalınızca qaçacaq. Siz onlardan qulağınızı, başınıza tutub dəli kimi qaçmağa çalışacaqsınız ki, burada nəyə ki, burada edirsiniz. Onlar isə sizi heç vaxt rahat buraxmayacaq. Ta ki, yəni siz özünüzü belə ketatoniya belə salsanız, tamamilə daşa dəmirə dönsəniz və hisslərinizi söndürsəniz, bəlkə bu mümkündür. Əks halda mümkün deyil. Çünki hisslər heç bir yerə getmir. Məncə demək istədiyim bu qədər. Ümid edirəm, biraz işıq saça bildim situasiyanıza.
Bir neçə dəfə dinləyin bunu. İstəyirsinizsə notlar alın və bilin ki, yeganə siz deyilsiniz bu situasiyada və bu situasiyadan yavaş-yavaş belə olsa çıxış yolu var bu prosesləri anlayaraq. İnsan canlı varlıq olaraq özünü bəlli bir struktura və sistemə salmağa çalışanda mütləq ki, onu dəli edən proseslərlə qarşılaşacaq. Çünki görəcək ki, normal insan anlayır ki, o heç bir sistemə sığa bilməz. Və hər bir sistem və struktur bizi limitləşdirir, çərçivəyə salır. Və biz düşünürük ki, belə etmək lazımdır. Sonra çıxır kimsə, gün ya başqası nəsə deyir və biz hiss edirik ki, onun sözü bizə toxunur və biz o sistemə başlayırıq bir növ şübhə ilə baxmaq. Amma artıq üzərində o qədər işləmişik, artıq ona o qədər inanmışıq, indi onu buraxmaq çətin gəlir. İndi sonra başa düşmürük, Allah, mən bu sistemi buraxsam, mənə gərək oturum özüm düşünüm, fikirləşim ki, nə daha doğrudur, başa düşürsünüz. Ona görə bu proses bir növ acılıdır, çətindir, amma mümkünsüz deyil. Özümdən bilirəm yenə də. Belə bu qədər. Demək istədiklərim. Mən sizinlə gələn həftə yeni məktublar görüşəcəm, amma onu da yenə bir daha demək istəyirəm ki, bu məktub mənim içimdə çox şey tətiklədi. Çünki bizim hamımızın içində sehirli düşüncəyə, öz-özünə alınacaq falan filan inanan tərəfimiz var və məni inanıram ki, illərlə inkişafsız və bir növ tupoy saxlayan da bəlkə bu düşüncəm olub. Və bu halda olan insanlarda çox insanda var. Məncə eyni proses baş verir. Ona görə gəlin birlikdə fərqində olaq və anlayaq ki, öz düşüncəmizi yaradaq ki, kimsənin sistem struktur tələsinə düşə bilməyək. Görüşərik gələn həftə. Sağ olun diqqətiniz üçün.